Ramazan ayının belə bir dənə xüsusiyyəti var ki, insanın nəfsini zəiflədir. Bu nəfs ki, başqa aylara tuğyan edir. Amma bu ayda görsən zəifləyir. O psixologiyada impulslar deyirlər. İmpulslar azalır. İmpuls yəni ani reaksiyalar. Bəli. Düşünmədən verilən reaksiya. Bəli. Bu ayda azalır. O şərait yaradılır bu ayda. Sonra digər bir məsələ burada Ramazan ayında insana şükür etməkdir, səbirli olmaqdır, təvəkkül eləmək qabiliyyəti inkişaf edir. O şərait yaradır ki, insan Allaha da şükürləsin, çətin anlarında səbir etməyi bacarsın, Allaha hər anında təvəkkül etməyə insan adət eləsin. Bu münbir şərait yaradır. Amma burada bir məsələ var ki, Ramazan ayı nə üçün vacib edilib? Biz Quran ayəsində nəzər salanda Allah belə buyurur ki, Ya eyyuhəl-ləzīnə amanu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc yazıldığı kimi sizlərə də yazıldı. Niyə yazıldı? Təqvalı olasınız. Təqva nədir? Təqva insanı pis işin təkindən bir qüvvə. Ki, səni pərhizkarlığa çağırır. Yəni, bunun özü inkişafdır. Bu ay bizim inkişafımızdır. Bu ay bizim inkişafımıza mümbit bir şərait yaradır. Bu dəfə bu baxışdan baxaq bu aya. Onda nə olacaq? Bizim inkişafımız bu ayda daha da sürətlənəcək. Amma burada bir məsələn qeyd edir. Özünü inkişaf deyəndə, burada insanın şəxsi, mənəvi, psixoloji, emosional və davranış baxımından özünü daha yaxşı tanıması və öz səhvlərini daha yaxşı düzəltməsi, və öz potensialını üzə çıxartması deməkdir. Bir prosesdir. Yəni, mən özümü inkişaf etdirmək istəyirəmsə, bu məsələlərə diqqət eləməliyəm ki, mən inkişaf edəm. Əgər bunlar olmasa, mənim inkişafım naqis olar və yaxud inkişaf edə bilməyəcək. Buna görə də tamaşaçılar da bu məsələyə diqqət etməsinlər.